Herkes salam, Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün Base airdropu haqqında danışacağıq. Qısaca burada əsas hansı məqamları bilməlisiniz, bunları sizə sonuncu dəfə inşallah ki izah edərəm. Bundan sonra da sual verməsəz, bu haqda həqiqi mənada həm mənim üçün yaxşı olar, həm də sizin üçün yaxşı olar. Çünki mən bu videoda A-dan Z-yə əlimdən gəldiyi qədər sizin bütün suallarınızı və hal-hazırda Base-də ən önəmli olan məqamların hamısını sizlərə izah edəcəm. İndi isə keçid edəyim videomuza. Baxın, bu gördüyünüz kimi bizim hal-hazırda Base hesabımızdır. Base hesabında günlük 5-6 ədəd özün NFT paylaşırsan, yəni bu da ortalama təqribən deyirəm, sizin 5-10 dəqiqə vaxtınızı alır. Və digər dostlarımızın da paylaştığı NFT'ləri günlük olaraq alsat edirsən. Başqalarının paylaştığı NFT'ləri 3 sent, 2 sent, 5 sent civarında alıb satırsan. Öz paylaşdığın NFT'ləri 1 dollarlıq, 2 dollarlıq ala bilərsən, sata bilərsən və ya hodl edib cüzdanında saxlaya bilərsən. İndi isə baxın, buradan cüzdan bölümünə keçdiyimizdə bax, burada kolleksiyon varlıqlar yazılıb. Bura daxil olduğumuzda dostlarım bizi belə bir indi görüntü məndə açdı. Bax, internet məndə uşaqlar o qədər zəifdir ki, həqiqətən dünən də canlı yayım açacaqdım, görürsüz, adi bir dənə şəkilə belə gücü çatmır bəzən açmağına. Burada görürsüz, airdrop 10.000 Base token yazılıb. Baxın dostlarım, burada bir də web sayt adı yazılıb. Qətiyyən bu web sayta girib nə MetaMask bağlamayın, nə də ki bir şey, çünki bu fake-dir. Başa düşdünüz, konkret olaraq bundan uzaq durun. Baxın, təkrardan deyirəm, əgər bura daxil olub MetaMask cüzdanını, yəni burada gördüyünüz bu sayta MetaMask cüzdanınızı bağlamısınızsa, dərhal MetaMask cüzdanınızı silin. Çünki artıq siz cüzdanın bütün necə deyim, əmrlərini onların əllərinə vermiş oldunuz, başa düşdünüz. Yəni cüzdanın icazəsini, onayını falan hamısını ötürdünüz fırıldaqçıların əllərinə. Yəni bu bizə belə deyim də Base hesabı açan kimi gəlir. Çünki bu fırıldaqçılar elə bir bot yaradıb ki, hal-hazırda Coinbase üzərində yeni hesab açan kimi bu tərz airdrop aldığınızı deyir. Əslində bu fake-dir və bu saytdan təkrar və təkrar deyirəm, uzaq durun. İndi isə coinlər bölümünə daxil olalım. Burada gördüyünüz kimi dostlarım, mənim aldığım, satdığım digər insanlar olsun, özüm olum, yəni kriptoda deyirəm, NFT-lər var. İndi isə dostlarım, baxın, burada məsələ necə bu proseslər davam edəcək. Bax, buradan giririk cüzdanımıza, düzdürmü? Bax, bu mənim cüzdanımdır. Buradan deyək ki, mən cüzdan adresimi bir dəqiqə kopyaladım. İndi isə daxil oluram Base skana, gördüyünüz kimi, baxın, bu sayta. Buradan bunu adresimizi qeyd edirəm bura və burada gördüyünüz kimi, baxın, o gələn NFT-ni göstərir. Bayaq sizə cüzdanda göstərdim, ha, bax, burada. Bax, gördüyünüz kimi bu. Burada da bax, görürsünüz nə yazır? Fake, yəni fake varlıq da başa düşdünüz. Bundan konkret olaraq uzaq durun. Və biz burada, dostlarım, bu proqramda hər hansı bir əməliyyat edəndə deyək ki, şəkil yüklüyürük, deyək ki, şəkil paylaşırıq. Hər hansı bir əməliyyat etdiyimizdə avtomatik bu blokçeynə yansıyır. Bax, burada gördüyünüz kimi token transferlər falan yazılıb. Burada dayanmadan, məsəl üçün, adi bir şəkil yükləyək, o şəkildə də burada bizim transaksiyalarımız yaranır. Burada əsas hər gün yüzlərlə şəkil yükləmək deyil. NFT, yəni qısaca desək, NFT-yi hər gün yükləməklə deyil. Baxın, mən 11 gün ərzində toplamda 100 ədəd NFT yükləmişəm. Gördüyünüz kimi, özümü hazırlamışam. Yəni nədir? ChatGPT-yə və ya Grok-a prompt yazırsan ki, məsəl üçün, mənə NFT hazırla. O sənə cürbəcür və növbənöv NFT-lər hazırlayır. Yəni gün ərzində 5-ni, 6-sını, 10-nu istifadə edə bilərsən. Əsas burada məsələ bilirsiniz nədir? Proqramda aktiv qalmaq. Proqramda, bəli, dostlarım, snapshot gününə qədər, baxın, mən bunu sizə buna görə göstərirəm. Snapshot gününə qədər gördüyünüz kimi bu transaksiyalar sizdə yaranmalıdır. Gün ərzində ən azından deyirəm.
10-15 dəfə alım satımlar edin. Yəni proqrama özünüzü aktiv şəkildə göstərin. Botlara hər hansı bir şey verilməyəcək. Və niyə bu airdrop bizlər üçün önəmlidir? Qısaca yenə də önəmini sizlərə xatırladım. Burada gördüyünüz kimi birjalardan Binance'ın, OKX'in, Bybit'in, Bitget'in, Gateon'un, KuCoin'in, Max'in, Crypto.com'un, Bitfinex'in, BingX'in də yoxdur. Və adlarını saymadığımız bütün birjaların öz kripto valyutaları var. Düzdürmü? Binance-da hal-hazırda Amerika üzrə, yəni bunu Amerika olaraq, tək bir ölkə olaraq düşünün dostlarım. İkinci yerdədir Coinbase birjası. Binance amma bütün dünya axı Binance-a daxil olur. Sən, mən hamımız Binance-dan istifadə edirik də. Ona görə əslində birinci yerdədir. Əslində ən güclü birja Coinbase-dir kripto valyuta bazarında. Amma sadəcə və sadəcə Amerikanlılar istifadə edə bilər. Amma tokenlərini əlbəttə ki, dünya ala da bilər, sata da bilər. Yəni heç bir kripto valyutaya qadağan yoxdur. Ona görə də yəni bazarda baxın, bu günlərin BNB 5-ci yerdədir. Və ya adlarını saymadığımız digər birjalar, OKX birjasının tokeni hal-hazırda nə qədər? $1 40 sentlə bazara çıxıb, görün nə qədər kimi qalxıb, $226 qədər yüksəlib. Yəni burada nəyi demək istəyirəm? Proqramın sonuna qədər aktiv şəkildə istifadə edib, bundan yəni snapshot günü gəldikdə bax burada sizin artıq yəni cüzdanınızda Base-kana girib bax girdiyiniz bu yer var ha. Əsasən bax buradakı tranzaksiyalar falan hamısı yoxlanılacaq. Başa düşdünüz. Ona görə burada şərt o deyil. Bir gün ərzində 10.000 şəkil yüklədim. Vəsiyo, bu ilə də iş bitdi. Xeyr. İndi təkrardan proqrama daxil olalım. Bu arada sifariş çatdırılmaya verildi. Okay. Aha, təkrardan proqrama daxil olduğumuzda dostlarım, proqramda gecikmələr falan olur. Yəni bu reallıqdır. Bu gördüyünüz kimi. Yəni şəkil yükləyə bilərsiniz, NFT yüklənməyə bilər və ya bura necə deyim, hansısa kiminsə NFT-sini almaq istəyərsən, o NFT-ni ala bilməzsən, yəni bu tərs problemlər çıxanda proqramı sadəcə olaraq bağlayın. 2-3 saatdan sonra təkrardan açın. Çünki bu blokçeynə bağlı olan bir proqram olduğuna görə hal-hazırda blokçeynə yəni bağlıdır. Ona görə bəzən bu gecikmələr, problemlər ola bilər. Yəni buna görə mənə yazmağınıza həqiqətən deyirəm ehtiyac yoxdur. Çünki 2-3 saatdan sonra bu düzəlləsi bir şeydir. Yəni bu problemlər məndə də çıxır, digər dostlarımızda da çıxır, hamımızda bu baş verir. Yəni böyüdüləsi problemlər deyil. Qaldı da ki, deyirsiniz ki, bəzən başqalarının NFT-lərini alırıq, amma sata bilmirik. Ona görə başqalarının NFT-lərini daima və daima 1 sent, 2 sent, 3 sent, 5 sent uzağı civarında satın alacaqsan. Öz NFT-lərini aldığın miqdara baxma. Başqalarının NFT-lərini 2, 3, 5 sent arası alacaqsan. Yəqin ki, inanıram ki, bütün mənə verdiyiniz sualları bu video ilə cavabladım. Həm də sonuna qədər nə edəcəyinizdə sizə dedim ki, yəni gün ərzində 5-6 NFT mütləqdir, vacibdir burada. Bax dostlarım, təkrardan deyirəm, burada baxın gördüyünüz kimi. Bu mənim məsəl üçün CryptoChain, YT Base, Ethereum. Burada gördüyünüz kimi kontrakt bu yaranıb. Yəni bu kontraktın proqramın sonuna qədər yaranması snapshot günündə, yəni bizlərə nədir? Yəni bizlər üçün çox amma çox önəmlidir ki, biz airdropa haqq qazanaq. Yəni əsas bizə Coinbase-in verəcəyi tokendir. Göstərdik axı bundan öncə də birja tokenləri ciddi mənada ciddi qazanclar verir. Okay, bizə verər 2000 ədəd Coinbase-in tokenin, düşünün sadəcə 2000 ədəd, 3000 ədəd Coinbase-in bizə tokenin verər. Ancaq o 2000-3000 ədədin biri bir də gördünüz ki, $100-150 olar. Niyə də olmasın? OKB valyutası, məsəl üçün $1-dan $226 qalxıb birja tokenində. Qarşımızda da ən güclü birjalardan biri var. Nədir? Coinbase. Yəni ki, ona görə konkret olaraq airdropda sonuna qədər qalın.
Günlük sadəcə və sadəcə edəcəyiniz nədir? 5-6 ədəd şəkil yükləmək, proqramda problem çıxarsa 2-3 saatda gözləmək. Yəni burada abartılacaq, böyüdəcək bir şey yoxdur. Problem çıxdıqda sakit olursan və sadəcə 2-3 saatdan sonra problem düzəlir və ondan sonra təkrar gün ərzində 5-6 ədəd NFTV proqrama yükləyirsən. Bundan öncə də əgər baxmamısınızsa bütün hər şeyi öyrətmişəm. Nəyə necə etmək olur. Proqrama şəkilvi yükləyirsən qardaş, ondan sonra 5-6 insanın və ya 10-15 insanın NFT-lərini alırsan və satırsan, hodl etdiyi edirsən və ara sırada da token alıb buradan al-satında edərsən. Yəni bu tranzaksiyalar həqiqətən blockchain üzərində, bax təkrardan bura göstərirəm dostlarım, blockchain üzərində bu tranzaksiyaların yaranması bizlər üçün çox önəm daşıyır ki, yəni sırf belə deyim də yoldaşlar sizlərə. Yəni sırf konkret olaraq snapshot günü gəldikdə bunların hamısına diqqət yetiriləcək ki, məsəl üçün bu adamın hesabı aktiv olubmu falan filan, bunların hamısına baxılacaq. Ona görə hesabınızı sadəcə və sadəcə bundan öncə də dediyim qaydalarda qoruyun, saxlayın. İnşallah ki, airdrop günü, yəni bu tərz belə deyim də arxasında böyük bir birjalar dayanan proqramlar olsun və ya airdroplar olsun. Yəni bu tərz şirkətlər tez bir zamanda necə deyim, airdroplarını paylayırlar. Sonra da 5 il davam edirdi özünüz bildiyiniz kimi. Yəni 5 il idi airdrop verəcəklərini deyirdilər, amma proqramını çıxartdılar. Proqramını çıxardandan 2 ay sonra insanlara airdroplarını paylamağa başladılar. Həmçinin də yəni bazarda bir ədəd olmayan hansı birjanın tokeni var, yəni bu birjanın tokeni yoxdur. Kriptovalyutası yoxdur. Nəyin? Coinbase. Coinbase-dəki indi bu sayədə insanlara birinci öz yəni çıxarmış olduğu kriptovalyutasını paylayacaq. Ümidvaram ki, başa sala bildim sizlərə, yəni tam sözümü çatdıra bildim. Düzdür, son bir 10 gün falan idi video çəkmədiyimə görə dostlarım artıq yəni danışma qabiliyyətimi hiss edirəm ki, itirirəm. Yəni normal digər günlərdə təbii ki, bundan sonra daha rahat yəqin ki, videolarda danışa bilərəm. Sağ olun, hələlik.